Qaçırılma hekayəsi, hipnoz və soyuq gəmi. Dünyada çox insan özünü yad planetlər tərəfindən qaçırıldığını hipnoz altında etiraf edir. Hipnoz seansları bu təcrübələrin detallarını ortaya çıxarır. Gəmidə laboratoriya səhnələri, tibbi yoxlamalar, parlaq işıqlar və soyuq mühit. Amma eyni zamanda elm və psixologiya belə hadisələrə skeptik yanaşır və düşünür ki, bəzən insanlar halüsinasiya, yuxu iflici və ya psixoloji təsirlər nəticəsində bu təcrübələri gerçək kimi xatırlayırlar. 1961-ci ildə Betty və Barney Hill gecə avtomobillə yol gedərkən göydə parlaq işıq gördülər. Hipnoz altında dedilər ki, gəmidə aparıldılar. Soyuq və işıqlı bir mühitdə tibbi yoxlamalara məruz qaldılar. Bədənləri və davranışları sistematik şəkildə müşahidə edildi. 1975-ci ildə Travis Walton, Arizona meşəsində parlaq bir obyektə yaxınlaşanda yoxa çıxdı. Gəmidə oyananda qarşısında soyuq, parlaq laboratoriya otaqları, qəribə texnoloji cihazlar və yad planetli varlıqlar gördü. Orada saatlar saniyə kimi keçirdi və yad planetlilər onunla ünsiyyət qurur, tibbi yoxlamalar aparırdılar. 1976-cı ildə Allaqaş hadisəsi zamanı 4 şahid də gəmidə aparıldı. Hamısı eyni laboratoriya səhnələrini, soyuq mühiti və mürəkkəb cihazları təsvir etdi. Maraqlıdır ki, qaçırılma hadisələrinin çoxunda laboratoriya səhnələri və tibbi yoxlamalar eynidir. Dünyanın müxtəlif yerlərində fərqli zamanlarda baş verməsinə baxmayaraq. Bu yalnız təsadüf ola bilməz. Amma skeptik yanaşma da mövcuddur. Bəziləri hesab edir ki, şahidlərin psixoloji vəziyyəti və halüsinasiya halları onları bu təcrübələri gerçək kimi xatırlamağa sövq edə bilər. Bəzən insanlar yuxu və real hadisəni qarışdırır. Hipnoz seansı isə yaddaşı elə canlandırır ki, təcrübə həqiqət kimi görünür. Hər iki baxış bir arada qalır. Bəziləri qaçırılmaları gerçək kimi yaşayır, bəziləri isə bunun beynin yaratdığı təcrübə olduğunu düşünür. Amma şahidlərin təsvir etdiyi laboratoriya, soyuq mühit və cihazların eyniliyi elm üçün hələ də açıqlanmamış sirr olaraq qalır. Və sual yenə qalır. Bəlkə də insanlıq min illərdir göydən gələn sirli varlıqların müşahidəsi altında yaşayır və bəziləri bunu gerçək kimi hiss edir, bəziləri isə sadəcə xatırlaya bilmir.